Boğaz və Körfəz bölgəsindəki qonşularına yönəlmiş son raket hücumları İranın regional siyasətində yeni gərginlik mərhələsi kimi qiymətləndirilir. Today Press TV xəbər verir ki, bunu hüquqşünas tədqiqatçı İlqar Altay deyib. O bildirib ki, bu addımlar bəzi analitiklər tərəfindən İranın uzunmüddətli strategiyasının və ixrac edilən inqilab ideologiyasının nəticəsi kimi şərh olunur. Ekspert sual edib ki, bəs İran rejimi əslində kimi məğlub etmək istəyirmiş? Ayətullah Xomeyni və Ayətullah Xameneyinin İsrailə münasibətində əsas ideoloji motivlər nədən ibarət idi? Sünni Fələstin qaçqınları ilə şiə qrupları arasındakı əlaqələr hansı siyasi və ideoloji çərçivədə formalaşmışdı? İranın inqilabdan sonraki dövrdə Qüds məsələsinə xüsusi diqqət yetirməsi hansı strateji məqsədlərə xidmət edirdi? İlqar Altay bildirib ki, bu regiondakı siyasət və ixrac edilən inqilab ideyası İran üçün ciddi siyasi, iqtisadi və hərbi xərclərə səbəb olub və nəticədə bəzi təhlillərə görə rejimin regional strategiyası ciddi çağırışlarla üzləşib. Analitik bu siyasətin əsas məqsədinə və bundan hansı fayda gözlənildiyinə aydınlıq gətirib. Sitat: Bəzi baxışlara görə Sepah və İranın siyasi ideoloji rəhbərliyi bu siyasət vasitəsilə regional nüfuzunu artırmağa, xüsusilə də İslam dünyasında ideoloji təsir gücünü genişləndirməyə çalışmışdı. Qüds məsələsi də daha geniş geosiyasi və ideoloji rəqabətin bir hissəsi kimi qiymətləndirilir. Statın sonu. Bu yanaşmaya əsasən məqsəd sünni və şiə dünyaları arasında üstünlük mübarizəsi deyil, daha çox regional liderlik və siyasi ideoloji təsir uğrunda rəqabət kimi izah olunur. İlqar Altay əlavə edib. Onun sözlərinə görə son dövrlərdə region ölkələri arasında artan hərbi və siyasi əməkdaşlıq da bu gərginliklərin fonunda yeni təhlükəsizlik arxitekturasının formalaşdığını göstərir. O vurğulayıb ki, nəticə etibarilə Sepah bununla sünnilərin rəqabət zəifliyini, onların əhəmiyyətsizliyini və şiələrin onlar üzərində qələbəsini nümayiş etdirmək üçün Qüdsü ələ keçirməyi xəyal edirdilər. Nəyi sübut etmək üçün? Məhz sünni üzərində şiə üstünlüyünü. İlqar Altay xatırladıb ki, daha əvvəl İslamabadda keçirilən və Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı və Misirin iştirakı ilə baş tutan görüşü regionda yeni təhlükəsizlik koordinasiyası kimi qiymətləndirir. Stat: Bu görüşün isə məqsədi müxtəlif tərəflər tərəfindən fərqli şəkildə izah olunsa da, ümumilikdə regional balansın dəyişməsi kontekstində dəyərləndirilir. Statın sonu. Jalə Rövşən, Namiq Abbasov, Today Press TV.